Bu videoda Qarabağda bir gün keçirdəcəyik. Bəs bura necə gəldik? Gəlin bütün prosesi birlikdə izləyək. Bütün hər şey içində 42 nəfər getdiyimiz bu avtobusda başladı. Dostlar, hal-hazırda avtobusda işıqları söndürürlər ki, yatmaq istəyən olsa rahat yata bilsin. Bu arada yatanlardan biri mən olacağım, çünki gecəni yatmamışam. Qarabağa gedəcəyi günün gecəsinə heyecandan yatmayan YouTuber dostum, yəni Miri Miriyevdir. O da bu vlog boyu mənlə olacaq. Kameramız işləmir artıq, girin burası 0.5. Sadiq artıq burada yatıb. Kalk. Avtobusun vibe'ını sizə göstərmək istəyirik. Sanki özümü qorxu kinosunda hiss edirəm. Elə bir vibe verməm, elə görüntülərdən çox xoşum gəlir. Bu arada uşaqlar, pəncərələr də çox dumanlıdır. Çöl də görsənmir. İrəlilədikcə Qarabağa doğru yaxınlaşırdıq və artıq avtobusdan düşüb gözəl bir səhər yeməyi yeməyin vaxtı idi. Necə vaxt keçdi bilmirəm də, yatdıq. Görəsən yeməkdə nə yeyəcəyik ya? Ha, bu nədir o? Buram qorxmuşuq biz səhər. Heç fikir verməmişəm səhər bura qalxanda. Salam. Bura haradır görəsən? Xocavənd yazısına baxın dostlar. Xocavænddə hal-hazırda. Düzdür, Xocavənd burada qutarır. Al kes ora la. Restorana çatdıq, səhər yeməyi yeyəcəyik. Ortam çox qəşəngdir. Arxamızda Araz çayı axır. Təmiz havadır. Özümü avtobusdan düşəndə çox rahat hiss elədim. Avtobusda çox yorğun idim. Burada polnu podkast çəkmək olar ha. Biz video çəkirik deyə turdan biraz ayrı oturduq ki, rahat videomuzu çəkə bilək. Səhər yeməyində çörəyin arasına qoyacağam qardaşım. Boyda biraz böyük çörək gəldi. Biri böl də. Sə qardaşım, biz çörək kəsdik artıq. Səncə bu qabın içində nə ayda görsən? Bu arada şokolad çıxacağını heç gözləmirdim. Mən də pesok falan gözləyirdim. Bu arada bayaq Araz çayı dediyimiz əslində Qarabağ kanalıymış. Biz də indi öyrəndik. Belə videoların daha çox gəlmək üçün kanala abunə olub, videoya like atmağı unutmayın. Bu kanala abunə olmayın ha, bizim kanala abunə olun. Çox qəşəngdir bro. Bu cür səhər yeməyinin üstündən buz kimi su nə gedər deyirdim ki, tur rəhbərimiz bizə su paylamağa başladı. Turda bizə su da payladılar. Əlavə olaraq yol irəlilədikcə bizə məlumatlar verirdilər. Və Şərqdə ilk müstəqil dövləti Məmməd Əmin Rəsulzadə 1918-ci ildə 28 mayda Azərbaycan Xalq Cümhuriyyəti olaraq elan etdi. Növbəti dayanacağımız Ağdam məscidi olacaqdı. Ondan öncə biz Ağdam Muğam mərkəzini gördük. Yolumuzun sol tərəfində olan otellərə göz gəzdirdik və yeni tikilən binalar bizim diqqətimizi cəlb etdi. Dostlar, hal-hazırda Ağdamdayıq və arxamızda olan məscid Ağdam məscididir. İndi məscidin içərisinə girib dəstəmaz alıb namazımızı qılacağıq. Burada güllər çox gözəldir. Mən axırıncı uşaqlığımda belə gül bağçası görmüşəm. Ağdam Cümə məscidi işğal dövründəki görüntülər var. Bu da içərisində qardaşım ona bax. İnəkdir, donuzdur, nədir, heyvan saxlayıblar. Donuz da inəkdir qardaş. Amma hal-hazırda çox gözəldir məncə. Abidə dövlət tərəfindən qorunur. Ölkə əhəmiyyətli memarlıq abidəsi Cümə məscidi. Dostlar, dünyanın arasında olursa olun, namazlarınızı qılmağa çalışın. Həyatın yorğunluğu, xaos içində insan ən böyük rahatlığı bir səcdədə tapa bilir. Belə müqəddəs məkanlarda olmaqsa həmin hissləri daha da dərinləşdirir. Allah bütün dualarımızı qəbul eləsin, bu torpaqlara da daim əmin-amanlıq və bərəkət nəsib eləsin. Son olaraq çıxmamışdan qabaq Miri ilə bir yerdə zikirlərimizi də etdik. Allah qəbul etsin. Allah qəbul etsin. Dostlar, bəs biz bir anda necə Qarabağa gəldik? Hamısı bu videomuzun baş sponsoru Turizm.az sayt vasitəsilə oldu. Hal-hazırda sayt haqqında ətraflı məlumat alacağıq. Saytımız tam olaraq platformalarda aktivdir. Siz sayta daxil olduqda ilk olaraq qeydiyyatdan keçirsiniz. Daha sonra səyahətinizi planla hissəsindən haradan haraya, hansı nəqliyyat növünü, sayını, daha sonra isə hansı xidmətlərdən faydalanmaq istəyirsiniz. Bələdçi, qidalanma, otel və yaxud digər fotoqraf xidmətləri lazımdırsa seçdikdən sonra saytda artıq sorğu göndərmiş olursunuz və ən qısa müddətdə sizinlə əlaqə saxlayıb ölkənin ən münasib qiymətə paketini sizə təklif edirik. Rəsul bəy qeyd etdiyi fikirlərə qatılıram. Həmçinin paylaşılan turlar olacaq. Misal üçün siz tur təşkil etmisiniz və 20 nəfərlik avtobus danışmısınız. Ancaq sizin 18 nəfər adamınız var, insan var. Geri qalan 2 yeri boş qalmaması üçün bizim sayt vasitəsilə həmin 2 yeri də sata da bilərsiniz, paylaşa da bilərsiniz. Yəni bir çox imkanlardan faydalana bilərsiniz. Turizm, sənin turun, sənin macəran. Qarabağ gəzintimiz zamanı Şəhidlər Xiyabanında ziyarət etdik. Bu məkan ölkəmizin azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunub. Hal-hazırda Şəhidlər Xiyabanındayıq və arxamızda olan lövhədə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərin adları yazılıb. İndi Şəhidlər Xiyabanını ziyarət edəcəyik. Burada bir müddət dayanıb onların fədakarlığına ehtiramla yad etdik. Xiyabandan ayrılandan sonra isə Qarabağdakı səyahətimizə və digər məkanları kəşf etməyə davam etdik. Dostlar, hal-hazırda Əsgərin qalasındayıq. İkinci mərtəbəsinə qalxmışıq gördüyünüz kimi. Gedək görək içəridə nələr var. Belə bir qapı. Sonra isə
isə burada sıxıntılı yerlər var idi. Yəni məsələn bura baxaq. O, dostlar, mənzərə çox pikdir. Orada da bir qala daha var. Aşağıdan da gördüyünüz kimi çay axır dostlar. Biraz çətin şəraitdə çəkirik bu videonu. Bu arada dostlar bizim gəldiyimiz avtobus burada. Üstdən çox iri devasa görsənir uşaqlar. Gedək görək qalanın digər tərəfində nələr var. Dostlar digər tərəfdəyik və digər tərəfində içi. Biri də burada oturub. Eynən belədir. Avtobus bizi gözləyir uşaqlar, ona görə qaçırıq. Mən qorxuram hündürdə qaçmağa. Oy, Sadiqə bacı canavardı yala. Oh, biri mənə də keçdi. Avtobusda sadəcə minməyən biz qalmışıq. Keçsələr qalacağıq burada. Bir maçıldı uşaqlar. Dostlar buralarda gəzəndə həm fəxr hissi, həm qürur hissi keçirdirik. Yolda gördüyümüz çaylar mənim çox xoşuma gəldi. Çox gür axırdılar. Bundan əlavə biz Xocalı hava limanının yanından keçdik. Yol irəlilədikcə yolun qırağında olan tikililərdə gülənmiş pəncərələr mənim diqqətimi çəkdi. Və Qarabağda belə gözəl yeni avtobusların olmağı da çox xoşuma gəldi. Hal-hazırki dayanacağımız isə Qarabağ Universitetidir. Dostlar hal-hazırda Qarabağ Universitetinin yanına gəlmişik. İndi içərisinə bilmirəm girişə icazə var ya yoxdur. Məncə çox gözəl universitetdir dostlar və sahəsi də genişdir. Həyətində gəzməyə nə qədər yeri var. Çox pikdir məncə. Hal-hazırda yanımızda Qarabağ Universitetində oxuyan bir tələbə var. Neçənci kurssan abi? 2-ci kurs. Adın, soyadın? Turan Məmmədov. Necə qəbul oldun? Qəbul prosesi necə oldu ümumiyyətlə? Əslində mən bura açılana qədər yəni xəbərim yoxdu. Son vaxtlarda xəbərim oldu. Axır-axırlarda az qalmış idi seçimə. Əslində bir fərqlilik olsun deyə çox da gəlmək istirdim. Çünki əvvəldə normalda mən də hər kəs kimi Bakıda oxumaq istirdim, amma sonradan eşidəndən sonra ki, yəni belə bir şey var, yəni bu universitet açılıb. Ondan sonra dedim ki, məncə bir fərqlilik eləmək olar da, bir dəyişikliyə ehtiyac var. Ona görə dedim ki, niyə də olmasın. Mən də əslində eyni düşünürəm səndən. Mən universitetə qəbul olduğum ildə xəbərim olsaydı əgər, mən də fərqlilik olsun deyə Qarabağ Universitetini yazardım da seçimlərə. Hansı fakültə abi? Mən beynəlxalq münasibətlərdə. Uğurlar, çox sağ ol. Qarabağ, sən deyim. Hə, gəzməyə gəlmisən. Mən izləyirsən bizə. Videoya bir sözün. Bəyənib takip edəsin. Abunə olun dostlar. YouTube verəm. Əminə də o. Qocamışam. Təkim sizi. Nə sözünüz var YouTube-a? Nə sözüm var? De gəl şey. Anadır arzulara her zaman Qarabağ, danışan dil dodağım ter. Dostlar, tam bu yoldan keçərkən özümü bir anlıq Mr. Beast'in videosunda hiss elədim. Oh my god, look how far down that is. Səfrə. Haycan belə olmalı da səhv eləmirəmsə. Bulağın yerini soruşdular. Qardaşımız Şuşada bulağın yerini insanlara göstərəcək qədər buranı tanıdı. Uşaqlar indi isə İsa bulağındayıq və bura gələndə güclü bir yağışa tutulduq. Gördüyünüz kimi mənim videoma baxın, bunlar da ola. Soyuq deyil axı, bura çişi var ha. Belə bir mənzərə var. Çox gözəl mənzərədir məndə dostlar. İllərdir mən belə mənzərə görmürəm. Evə baxsan. Ev deyil, Ev deyil. Zamat yemək. Kameralar işləmir yağışda. Kameramız birazdan işləməyəcək. İsa bulağından da bu butulkaya su yağacağıq. Qardaşım, ehtiyatlı olun sürüşərsin. Çox istəyərdik ki, yağışa düşməyək, sizə daha yaxşı video təqdim edəyək, amma belə alındı. İsa bulağında biraz sıraya baxın dostlar. İsa bulağında sıraya baxın. Yağış olmasına rəğmən insanlar buradan su içmək istəyirlər. Çünki dediklərinə görə bu su çox təmizdir və çox dadlıdır. İndi biz də dadına baxacağıq. Mən elə bildim ki, İsa bulağı odur. Ya o da İsa bulağıdır. Sadəcə buradan gələn suya baxın necə gəlir. Dağdan birbaşa gəlir. Necədir? Dayının çətirinin altına girdim. Bir saniyə çox zor yağış yağır. Çox dərin yağışa düşür. Kameramız işləmir. Artıq girin burası buranda 5. O üzərindən 100. Subumuz da ama çox tatlıdır. Mikrofonumuz da işləmir. Ay yağışın altında çəkirsən. Və bu arada Şuşada da mənə tanıyırdığınız üçün çox təşəkkür edirəm. Dostlar, deməli, gəlib çıxmışıq hal-hazırda. Avtobusumuz oradadır gördüyünüz kimi. Və bu gördüyünüz yol Cıdır düzünə gedən yoldur. Və mən bura çıxa bilmirəm çünki donuram. Mən də çıxa bilmirəm uşaqlar. Öz jiletimi Miriyə vermişəm. Ayaqlarım donur. Ayaqqabım içi bütün sudur uşaqlar. Yam-yaşam. Bu yol Cıdır düzünə gələn yoldur. Turda kim gəlmişdisə hamısı çıxdı. Fikirləşirlər ki, Şuşaya gəliblərsə, Cıdır düzünə gəlməyiblərsə. Ora bayraq asmalıdırlar. Bəli. Asmalıdırlar. Çünki fikirləşirlər ki, Şuşaya gəliblərsə, Cıdır düzünə gəlməsələr, Şuşaya gəlmiş sayılmayacaqlar. O dərəcə önəm daşıyır Cıdır düzü Şuşa şəhəri üçün. Bir də bura hava çox dumanlıdır gördüyünüz kimi. Bu ne desən bro? Yenə gəldi. Bayaq çəkim çox pis düşdü ona görə. Hə, şəkilçin, gəl çəkək. Bu əziyyətimizin qarşılığında bir dənə like-ınızı alarıq ilkin. Bir dənə like alarıq da. Bir dənə like, bir dənə abunə olun, xahiş edirəm uşaqlar. Baş beynimi xarab elədi, xahiş edirəm. Like atın necə. Donuram bro. Bu yam yaşdı bu. Xəstəsən. Dostlar, Cıdır düzündə də izləyicilərimiz bizi tapdı və sizə bir sözümüz var. Abunə olun.
İndi isə turizm haqqında son məlumatları sizə verəcəyik və raportaj verir bizə Rəsul bəy. Bir daha çox sağ olun iştirak etdiyiniz üçün. Biz qısa olaraq deyə bilərik ki, Azərbaycanın istənilən rayonundan bizdən əlaqə saxlaya bilərsiniz, sifariş verə bilərsiniz, istədiyiniz ünvana tam problemsiz sizə çatdıra bilərik. Bəs Əmin bəy, siz nə düşünürsüz bu haqda? Çox sağ olun, videoyu bura qədər izlədiniz. Qısaca olaraq onu deyə bilərəm ki, turizm vasitəsilə siz də öz turunuzu yarada, öz turunuzun bələdçisi ola. Biz sadəcə bir klik vasitəsilə istədiyiniz məkana gedə bilərsiniz. Xidmətinizdəyik. Turizm, sənin turun, sənin macəran. Bu videonun baş sponsoru turizm.az. Abone ol.